bacı. Bax, bunu xörək qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq içərsən. Ömrün uzun olsun Dilara bacı. Yağlı, duzlu şey yemək olmaz. Yaxşı, sağ olun. Sağ ol. Bax, dərman verdi. Az, bura gəl. O nədir? Dərman. Az bunlardansa biraz sərımsaq kötüyünü eşək üstündə qaynat, iç, xırrıb kəsilsin. Hə, yaxşı yadıma düşdü. Biraz da içinə qırmızı istiyat töksən, lap yaxşı olar. Bura bax. Hə, Qarı nənə. hə. Bu həkimliyi hardan öyrənmisən? Elə biz ata-babadan belə adət eləmişik. Kimini küpə ilə, kimini çildağ ilə, kimini duva, kimini də qan almaqla yaxşı eləmişik. Bəsdir, qarı nənə. Bura nağıl açmaq yeri Siz deyil. ona fikir verməyin Dilara bacı. Bu bizim kəndin simsiz teleqrafı Fatmanın içə qardı. Hardan içə orada xəbər verər. Növbə kimindir? Mənimdir. Buyurun. Salam kızım. Salam Hüseyin dayı. Arif'ten çoxlu salam var. Arif'in yanına gelirsiniz, necədir, salamatdır mı? Salamat olmağına salamatdır. Hə? İş boydan aşıb. Bircə nigarançılığı evdəndir. Sənin keyfi necədir? Şəhər üçün darıxmırsan ki? Heç işdən baş açıram ki, darıxım da. Evdə işlərin necədir? İsmail'lə necə dolanırsan? Yoxsa yenə dərslərinə baxmır, hə? Tərslik eləyir. Sən ürəyini məndən gizlətmə, qızım. Mən Arif'i öz qucağımda böyütmüşəm. Nə dərdin varsa aç mənə de. Demək sözünə baxmır, hə? Sözümə baxmasa dərd yarı idi. Onun məni görməyə gözü yoxdur. Darıxma qızım, darıxma. Düzdür o, erköyün böyüyüb. Biraz nadinc uşaqdır. Ancaq mehriban, ürəyi təmiz uşaqdır. Onu düz deyirsiniz, ürəyi təmiz olmağına təmizdir. Ancaq hələ də onun qəlbinə yol tapa bilməmişəm. Darıxma qızım, darıxma, hər şey düzələr. Atalar demişkən, səbr elə, halva bişər, ey qora səndən. Bəsləsən, atlas olar, tut yarpağından. Cücələrim, cücələrim, mənim qəşəng cücələrim, tülkü ipək cücələrim. Titrəyirəm, siz gəliniz göçəmədə. Oy, buradasan. Nə qəşəkdir, lap doğucu maşına oxşuyur. Doğrucu, axmaq. Əgər mən də atamın yanında olsaydım, əsl doğrucu maşınlar oradadır. Hayır, koymazlar ki. Bax bunların ucbatından. Odur, oxuyur.